Yenə the poor in this country helped by the government. Bildiyimiz üzrə, əgər sifət isimləşirsə, həmişə cəmdə olacaq. Əgər sifət isimləşirsə, necə isimləşə bilər? Məsələn, bu kasıb deməkdir, bu sifətdir. Biz bunu necə isimləşdirə bilərik? Z artiklı, yəni qarşısında Z artiklı qoymaq şərti ilə. Burada isimləşib və isimləşdiyinə görə, sifət isimləşdiyinə görə burada xəbərimiz mütləq cəmdə olacaq. Və bir daha bir şey də qeyd etmək istəyirəm ki, ümumiyyətlə bizim mübtədamız burada, yəni söz önünü olmasına baxmayaraq, biz bu hissəyə baxa bilmərik. Həmişə söz önünü olan yəni mübtədada biz həmişə birinci tərəfə, yəni bu hissəyə baxmalıyıq. Bu hissə isə xəbər, yəni mübtəda cəmdə olduğuna görə xəbər də mütləq surətdə cəmdə olacaq. Və variantlarda tək xəbərlər çıxırıq, is təkdir, was təkdir, burada qalır. Yəni are, were və have been. 1, 4, 5 düzgün cavab variantı, C variantı olacaq. Hansı ki, cəmdə olan xəbərlərimizi burada qeyd elədik. Digər suala baxaq.